Salam hər kəsə, necəsiz qızlar? İnşallah yaxşı olun, çox şükür, həmd olsun. Biz də çox yaxşıyıq, səhər-səhərdir. Rənanı məktəbə qoyub, oradan da gedirəm işə. Fıstıq. Of, bu yemək sumkasını falan sevmirəm götürməyi. Amma başqa çarəm yoxdur. İçində çox şey var. Bu balaca sumkama sığışmır onlar. Məcbur bunu götürməliyim. 3, 4, 1, 2, 3, 4, stop. Bu prensesin bugün bağçaya ilk günüdür. Ay meleğim. Sevinsən. Hiç sevinəndə 90 bırakır. Bağçasına bakın bunun. Ne güzel bağçası var kızımın. Miyakasın elinden tutup gitmeyine bakın. Olduğumuz kadar olmadı. Şuna bakın. Grupasından tanış olaq biz. Sağ olun. Siz seçmədiniz mi? Bak dostumuz geldi. Geldi bak. Fabrikan geldi. Bu da bizim favorimizdir müəllime. Grupasına bakabiliriz. Bakabiliriz. Ay Allah ne güzeldi. Ay meleğim gör ne güzeldi bura. Renkli renkli stollar da var. Git otur görüyor musun birinde? Onu beğendin. Orada otur. Gel yatak otağına da bakaq. Çok qəşəngdir, təmizdir. Çok qəşəngdir. Çıkkılı çıkkılı bunlara bak. Çok qəşəng, şirindir de. Qəşəngdir. Yatak otağına da baxın. Ay. Ay Allah ne balacadılar, çıkkılı çıkkılıdılar. Bir de oyuncak var. Oyuncaq var, bəsdə gör nə qədər oyuncaq var. Zeynep Qaçaylı. Sizin elektron ərizənizin biri qalıbdır. Qaqaş malları depodan gətirib, bunların hamısını kompüter işləməlidir. Hadi koçum. Hadi koçum. Asta silah var eləmcə. Gül görüm bana. Qaqaş bunları vurur kompüterə, qiymətləşdirir. Mən də açotunu aparıram. Hara qoydum? Çeklərini falan vururam mən də. Mən də açotunu aparıb çeklərini vururam. Yəni ən asan işi sağ sahibdir bu arada. Yəni ən asan işi bu şey vurmaq ara. 2-3 dənə çeki hesaplamaq ara. Qaqaş orada Şey, şinyət var Türklərin ya. sözü var ya, çok zor inşallah. Yok, çok kolay inşallah zorluk versin. Həqiqətən çox kolay inşallah Allah zorluk versin. Orada şinyət var, istərsən sən. Hət o lilinin yarısını qoyaq suya qaqaş. Sən onu vur, mən yerləşdirirəm. Qaqaş vurur, mən bax, mənim işim. Qaqaşın işi nədir? Qaqaş gedir, depodan gətirir. Mən malları yazıram, bitən malları mən yazıram. Qaqaş gedir, depodan gətirir. Qaqaş gedir, depodan gətirir. Qaqaş onları Kompüterə kasaya vurur. istəyir. Qaqaş onları sonra Qiymətləndirir. Mən yerləşdirirəm. Və bir də mühasibə kimi açotunu aparıram. Nə xərcladıq, nə verdik, nə aldıq, nə qoyduq, gündəliyi falan elə deyirik. Sonra 3-ə 4-ə qədər mən işləyirəm. 3-dən 4-dən sonra axşama qədər 10-11-ə qədər də o işləyir. Bu kadar. Yine bu salfetkalar falan yerləşdirim. Bizə mal gündəlik gəlir. Gündə nə qutarırsa biz onu gündəlik alırıq. Sigaretdir, salfetkadır, odur, budur da belə şeyləri gündəlik. Çünki bizim müdürümüzün başqa mağazini var, deposu vardı. Biz gedirik onun köməkliyi ilə oradan pərakəndə. Pərakəndə deyirlər ağa? Hə. Topdan və pərakəndə. Pərakəndə tək bizik. Ha bizik. Pərakəndə bizik. Hə, o topdandır. Oradan gedirik, bu mağazinə nə lazımdırsa gedib götürürük.
Bu dilində uşaqlar şeydə xoşlayır, buzda xoşlayır. Buzdadıram, marezeklə qoyub. Ona görə belə aldım. Başdan aldım. Yarısını bura qoyum. Hə, yarısını bura qoyum, yarısını. Uşaqlar buradan alan çox yoxdur, çünki burada Bu arada uşaqlar Xalinkdən aldıqdan sonra qayıtmırlar, fikir versənsə, xəstələnirlər, düşdür ki, qayıtmırlar, sonra bu idilili falan deyib gəlirlər. Bizim ən çox işimiz uşaqlarlandır da, tikil uşaqlar gəlirlər, talan edirlər buraları. İndi. Amma çəkilən biri... Biri bu deyil, bu deyil. Bu nədir? Açıq. İndi qaqaş mən bunları yerləşdirim, ondan sonra çıxım, gedim, Rənaya paltar almalıyıq. Biz nətər edirik? Mən buradan çıxıram, Rəna da hazırlıqdan, bir hazırlıq yoldaşı var. Onun maması ikisini də götürüb gətirəcək mağazinə. Biz mağazində ikimiz də şey edirik, onlara paltar alırıq. Onların bu buraxılış siniflərdə, 4-cü siniflər, biz onlar üçün belə şənlik eləyirik. O şənliyə görə flashmob olmalıdır. Flashmobda geyiniləcəyi paltarları danışmışıq bir yerdən, gedib onu götürməliyik. Hər valideyn gedir öz uşağının razmerində götürür. İndi başqaları gedib götürüb, mən də gedib Rənaya alacağam. O birisi valideyn də öz qızına alacaq. Ona görə bugün buradan geç çıxmalıyam. İndi hələm saat neçədir? Saat 5-dir. 6-da burada çıxmalıyam ki, 7-nin yarısı uşaqlar hazırlıqdan çıxmalıdır. Xanım onu götürüb gətirməlidir mağazində. Biz mağazində görüşməliyik. O, nə qədər qarmaqarışıq danışdım. Hə, danışsan bir axşam. Nədir qulağım? Bəzi blogerlər kimi yaman boş boğaz olmuşam. Danış, bitmir sözüm. Demək danışanda beləymiş də. Axır gelir. Hə, demək danışanda. Sonra bəzən vlogu düzəldəndə filan baxıram ki, bu mən nə qədər danışmışam. Halbuki normalda çox danışan insan deyiləm. Çox danışanam ağa mən. Hə, çox danışanam. O nə alaqlı? Həqiqətən deyirəm, ciddən deyirəm, yox. Çox danışan. O mən qıcıq edir, sən çox danışmısan. Çox danışan, normalda... Əksinə yəni qıcıq edir ki, çox danış da. Həqiqətən, normalda çox danışan deyiləm. Çox danışan qaqaşdır. Otursun saatlarla, dinlə bir də üz ver. Всё. Heç girməz də. Bir də maraqlı olan şeydən danışsın. Hə, bir də nəyinsə bayda. Təsəvvürünü üz verdinsə, всё da kirmir də. Axırda deyirəm ki, toçka qoy, yatmaq istəyirəm. Amma mən çox danışmıram. Yəni mən evdə falan çox danışmıram. Burada çox danışıram. Burada da niyə çox danışıram? Biraz azaldıram. Mənim ora boyum çatır. Deyirəm ayağın altına stol qoy, ora yığ, deyir mənim ora boyum çatır. Bu Get, iddia deyil. get yığ görün. Bu faktdır. Get yığ. Yığ. Hele mən də boyum çatar, ey Ayqaş. Mən sərgə, Çat, onun gəl. üstündən birini qoy görüm indi. Onun üstündən birini qoy görüm. Aa, çatırmış. Hala bunu biraz arkaya değil, bunu... Bir sən nətər elə? Ya, yox elə yox, elə yox. Qaqa, yox, bir dəqiqə dayan. Qala tikək də belə. Yox, belə, yan. Yaxşı, ikisini arxaya elə. Yaxşı, ikisini qoy, ikisini də bura qoyun. Tamam, yaxşı. Tamam, anladım. Okay, onu da qoy, onu sizə bəsdir. Hə. Zaten mən orada müştəriyə verə bilmirəm. Bunları aşağı qoyaram, aşağıdan verirəm istəyirəm. Aşırtdı, dağıtdı, boyum çatır. Hə, düzdür qızlar, qoydu. Yox, stol nədir? Özü düzdür, öz boyunla. Stol zat yoxdur. Öz boyunla. Boy puxun deyirlər, yalnız onun sayəsində olur. Stol qırıldı.
Kırıldı stol. Ne stol? Aa stol! Oğlum şey bu. Biz Allah Allah. götürmemiştik. Allah Allah. Danışmış. Giyindin ana. Dedim çok Gel iyi, görüm. çakana özündən razı kız. Dur görüm. Allah haqqı dedim çok Dur görüm. Dar değil ki. Bak gör özünde güzgü. Ay kızın adını burada şəkil deyir, bu kızın orada. Hello Kids değil. Hello Kids'ten geldik. Ay bacı ayaklarına ne girir? Ben niye bu rengini istəyirəm əslində? Bu 36 dindi bilmirəm bu 36 olar mı? Ne renk istesem burada var. Bu rəhdə qəşəkdir, bançisindən də qəşək gedir bu. İstesem bundan götürüm. Şalvarın ayağı da şeydir, həm yığılır belə rezinka ilə, həm də açılır. Açıq şəkildə qalır. Belə mənə xoşuma gəldi, rahat bir şeydir. Bu rəngi məncə qaradan yaxşıdır, hə? Getdik biz qəşək Rənan paltarlarını tapdıq, aldıq. 2 kofta, bir yubka aldıq. Çünki 2 dəfə dəyişəcəklər. Bir dənə qaldı şənliyə geyinəcəyi paltar. Daha belə qonaq kimi gedəndə geyinəcəyi paltar qaldı. Onu da yəqin ki şənliklərin mayın 24'ü filandır. Yəqin ki onda ona yaxın alaram da. Həm ona, həm özümə gedib alaram. Əsas bunlar idi ki, razmerə görə narahat idim. Çünki bu hamıda eyni olmalıydı. Bunlara yola verdik. Rəna xanım, indi hara gedirik? Biz indi Gəncəmala gedəcəyik. Birinci yemək yedik çünki acımışıq. Sonra? Ondan sonra gedəcəyik parka. Yox, birinci gedəcəyik maralını almağa. Ondan sonra gedəcəyik parka əyləməyə. Hə, xanım qızımız istəyir ki, gedək yemək yeyək. Rəna molda yeyək, bəlkə Çınarda yeyək yeməyimizi. Hə, bu da bu Çınar restoranında. İstəyirsən yoxsa mola getmək istəyirsən? Fərqi yox. Əgər iminli mol istəyirsənsə gəl mola gedək. Amma buranı istəyirsənsə gəl burada yeyək. Yaxşı, onda girək buradan yeməyimizi yeyək. Ondan sonra da parka aparım qızımı. Marajna alım. Hələ yay girəndən marajna almamışam qızıma. İlk dəfədir ki, qoy açılışını eləsin dondurmasının. Şimdi gəl altdan yazacaqlar ki, marajna niyə deyirsən dondurmadır. Təsdiqləməyəcəm, boşuna yazmayın. Qızımla Çınarı qərar verdik. Gəlmişik, Çınarda oturmuşuq. Yeməyimizdə sifariş vermişik. İndi gözləyirik ki, yeməyimiz gəlsin. Ondan sonra qəşək yeyək, içək, sonra da gedək evimizə. Yox, bura yaxşı demə. Rəna dayan. Soyuqdur. Dayan. Başına isti su gətiribdi ki, isti su tökün başına. Başqa bir ehtiyac var, götürüm. Başqa istəyirsən onu? Onu götürə bilərsən. Öyrənməcən adı yersin. Ece qabağında. Ondan sonra birincisi Tamam, onu ye. Sevinci onu ye. Axır ki sifarişimiz gəldi. Mən şaurma istədim. Şaurma gətirdim. Qızım lahmacun istədi. Bir də fri istədi. Bizə nuş olsun. Biz yeməyimizi yeyək. Burada ilk dəfədir şaurma yeyirəm. Çox qəşəng suludur da, içi belə quru deyil də. Çox qəşəng dadlıdır. Yanında da fristi falan var. Mən çox bəyəndim. Ümumiyyətlə mən Çınarı bilirsiniz bəyənirəm. Amma lahmacununu çox sevməmişdim. Keçən dəfə bir dəfə yemişdim. Lahmacununu çox da xoşlamamışdım. Bu şaurması amma çox qəşəng dadlıdır və suludur. Bunu almağa dəyər. Sen mi? Kime gelmiştin?
Yedik, içdik, doyduq. Rəna xanım yeməkləri çox bəyənmədi. Zehnim getdi. Deyir ki, nə tər dedin Rəna? Dedim ki, filmlər pis değil, pis değil. Yox, elə demir. Deyir görüntü olaraq. Bir də deyir Rəna o bayaq dediyini. Görüntü olarak her bir mama verir. Ama dadını hele bir başka adam verir. Hə, deyir ki, bəzi belə yeməklərin görüntüsü deyir qəşəngdir. Görüntü olaraq deyir elə bir sən eləyibsən, amma dad başqasınındır. Görüntüsünü bəyəndiyi yeməklərin dadını bəyənmədi qızım. Ümumiyyətlə bu cəmaət yaman kaprizlidir yeməyə. Keçən dəfəki restoranda da qızlar oranı bəyənməmişdi. Mən yəqin damaq dadım hər şey yatqındır. Amma belə təkrar gəlib yeyərəmmi? Hə, yeyərəm. Mən nətər üzü yola qızam. Hər şeyi ya sakitcə başımı sallayıb yeyirəm, görürsüz. Yani yarım saatte buna değmeseler. Hə, bir də gec gəldi sifarişlərimiz. Biraz Rəna xanım ondan şikayətçidir. Şikayet. Şikayet hem. Amma başqa dadlıları var idi hara. Durmamızı aldıq. Zibi qabı tapmayacaq. İndi bunu salaq. Yəni o cür qəşəngləri var idi. Rəna xanım bunu seçdi. Bundan seçdi. Mən qaşıqlı istədim ki mən istədim qaşıqlı alaq, amma Rəna xanım bunu seçdi. Ben yağı çok seviyorum ama sen daha çok seviyorum. Mənim xanım qızım xahiş elədi ki, bayraq meydanına gedək. Dedi ki, dondurmamızı yeyə, gedək biraz da bayraq meydanında gəzək. Mən də qızım dedisə onu eləyərəmmi? Yersen Bayraq meydanına gedək dedisə gedilirmi? dedilir. Biz də gəldik bayraq meydanına. Qızım nə istəyir onu eləməyə. Kızımın marojnası nətər var, elə də qalıb elə bayaqdan. Ne kadar ben yalıyorum da önce. Ama sen dişleyeceksin önce. Kamera arasında eşitmək istəməzdiniz. Deyir ki, sən nə kimi? Sən drakon kimi deyir istəyirsən. Amma mən yanıram. Sərindir, amma soyuq deyil. Yəni adam üşümür də. Normal. Normaldır. Mənim əvvəl ata evim oradaydı. O tərəfdə. Buralar hamısı şmotkaydı, satışıydı. Yarmarkaydı. Bax buraların hamısı ata evimdə oradaydı. Sonra buralar hamısı belə plana getdi, hamısı. Buralar hamısı təzədən tikildi. Hətta orada bazar idi. Orada əvvəl belə kolxoz bazarı idi. İndi müasir qala bazarı elədilər. Müasir belə addellər filan elədilər. Biz də gedirik Rəna ilə Daşlı Qala restoranı. O da onun içindədir. Orada bizə yaxın idi. Şeylerde kalsın. Hə, Gəncə qalası. Qırmızı yarpaqlar var. Mən bir şey anlamadım. Bu yarpaqları kraskalayıblar, belə qızarıbdı, yoxsa özü belə qırmızıdır, bunu anlamam. Bunu kraskalayıblar, Rəna. Yəqin ki, bunun özü belə həmişə yaşıldır. Prost dekor kimi bunu kraskalayıblar ki, olar. Dekor kimi dəyişik görsənsin deyə yəqin bunu kraskalayıblar. Çox da maraqlı olubdu. Düşdük marşrutdan, gəldik artıq evimizə. Hə. Sən benim üzümlü kekim, ben sensiz nerelere gideyim. Senin nefesinden daha yakınım. Hep pişindi bu anne yüreğim. Sen benim üzümlü kekim, ben sensiz nerelere gideyim. Senin nefesinden daha yakınım. Hep pişindi bu anne yüreğim. Artıq evdəyik qızlar, çox yorğunam, çox yoruldum. Rəna məni dəhşət dərəcədə yordu. Axşamda artıq evdəyik, əlimi, üzümü yudum, makyajımı təmizlədim, rahat bir şeylər geyindim.
İndi aldıqlarımı sizə çəkərəm, ondan sonra da mışıl-mışıl yataram dedim, amma oğlum yatmağa qoymamışdı. Nəysə, başdakı uşaqdan danışım sizə. Başdakı bağçaya gedən uşaq mənim rəfiqəmin qızıdır. Onlar burada yaşamırlar, Naxçıvanlıdırlar. Yoldaş da hərbiçidir. İşdə olduğuna görə qızının da bağçada ilk günüydü. Bura köçəndən sonra buradakı yanımızdakı bağçaya qoydu deyə ilk günüydü. Dedi ki, bəs təkcə aparmayın mənlə gəl. Mən də sevə-sevə qəbul elədim. Apardıq qızımızı bağçaya yerləşdirdik, gəldik. Nəysə, sizə aldıqlarımdan danışım. Bu Rənanın ayaqqabılarıdır. Biraz makyaj malzəmələri aldım. Onları çəkmək istəmirəm. Keçən dəfə makyaj haqqında bir video çəkdim. Balta alıb gəlmişdilər ki, bəs çox makyaj etsin. Sanki mən aldıqlarımın hamısını üst-üstə üzümə çəkib video çəkmişdim də, yəni elə düşünün. Makyaj edirsən, nə edirsən, o söhbətə girməyəcəm. Mən zaten makyaj eləyirdim həmişə. Mən baxımlı olmağı həmişədən sevmişəm. Nəysə qızlar, ayaqqabılarımız, bunun birini Rənaya aldım. Bunun məndə boz rəngi var idi. Bu aşağı altdakı fon rəngində olan boz rəngi var idi. Birini də Rənaya aldım. Rənaya artıq disko paltar almaq istəmirəm. Böyük adildən almaq istəyirəm. İstəyirəm ki, ağır qəşəng şeylər geyinsin də, belə üstü mişqalı falan özü də sevmir. Mən də istəmirəm elə alım. Bir dənə də ayaqqabı içliyi aldım. Çünki ən balaca razmer böyük adildə 36-dan başladığına görə Rəna 35 yarımdır hələ ki. İndi hal-hazırda ayağına oldu, amma bu biraz parça olduğuna görə geyindikcə boşalır deyə şey aldım, içliyi aldım. Daha sonra bir dənə belə bir yubka aldım. Bunu biz sinif olaraq burada gördüyünüz formanı flash mobda geyindirmək istəyirik. Elə qərar vermişik. Ona görə də Rəna əslində normalda 150 geyinir. Mən boş, rahat olsun deyə ona 170 aldım. Kəməri də var. Bunu hamı bütün sinif olaraq almışdıq ki, dərs olsun geyimləri. Bir də belə polo koftalar aldıq. Belə yaxşıdır ki, bunları sonra da geyinə bilər. Yəni orada qalmaz da. Bir dənə belə qırmızı polo aldıq. Çünki 2 dərs eləyəcəklər. 2 rəqsdə fərqli-fərqli geyinməyi planlayıblar deyə. Ona görə də ikisini də 170 aldım. Daha sərbəst, daha rahat olsun. Birazcıq ayağı biraz uzundur. Ayağından birazcıq kəstirsəm, çiyin hissəsi, qarın hissəsi o yaxşıdır. Rəna yapışan paltar geyinməyi istəmir. Rənanın 2 koftası, bir dənə də yubkasına 52 manat pul verdim. Ayaqqabıları 20 manatdan aldım. 40 manat onlara verdim. Daha sonra makyaj malzəmələrinin hamısına 24 manat verdim. Yadımdan çıxıb, nəyə görə belə opşu demirəm, ayrı-ayrı deyirəm. Çünki ayrı-ayrı yadımda qalıbdı ödənişlərim. Daha sonra bunlardan sonra keçdik, mənim üçün də getdik, aldıq. Almaq fikrim yox idi, gördüm, xoşladım. Həmin orada geyindiyim dəsti aldım. 40 manat deyirdi, 35 manata aldım. Qara rəngi də var idi, amma mən bu rəngini istədim, bu rəngini. Saçım da karışnev olduğuna görə bu rənglər mənə gedir. Bu qədər toplamda xərclədiklərim bunlardır. Daha sonra marketə filan da girdik. Onları da heç saymıram. Allah hamımıza bol bərəkətli qazançlar versin ki, uşaqlarımızın ehtiyacı bir tərəfə istədiyi hər şeyi ala bilək. Çox yorğun idim, yatmağı planlayırdım, amma oğlum icazə vermədi. Nəysə, izlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, var olun. Yeni videoda, yeni vloglarda görüşmək diləyilə. Özünüzə yaxşı baxın. Hələlik. Və deyir git oğullarını fitnə fəsad elə. Gedir Qabillə Habilə və görür ki, tam da axtardığı şey. Qabillə Habil arasında eynən Adəmlə Lusiferin arasında olan kimi bir ayrı ona görə bir ayrı seçicilik var. Qabil çox çalışır, çox. Kirdi bu. Yox, ki deyim. Elə bildim kird atacağım. Dəl görmə. Uzaqdan kir kimi görsən də elə bildim kirdi. Tərtəmizəm. Bu sənə qurban olum. Hə. Və deyir ki, Qabilə deyir ki, Əlini göstər. Selam. Mən də qızım Türk, Rus, Selam. İngilis qarışığıdır. hola, Hə. como estás? Ondan sonra deyir ki, Qabilin gözünə görükür bu arada Lusifer tam olaraq. Çünki bilir ki, onsa bu nədir, öyle bilmir də dünyaya yaranır.